8-ci siniflər hazırlığa getsin yoxsa yox? Videomuzun mövzusu budur. Sizdən bircə istəyim odur ki, səhifəni izləyin. Bismillah, getdik. 8-ci siniflərin gedib getməməyi bu artıq uşağa görə dəyişir. Uşaq var ki, doğrudan da riyaziyyatdan vurma cədvəlini bilmir. 9/7 deyirsən, dayanıb baxır üzünə. Və yaxud Azərbaycanla qalın saytları say, heç nə bilmir də. Bu uşaq heç bir şey deyil. Yəni danışa bilmir, fikrini belə ifadə eləyə bilmir. İngilis dilindən nə bilim, kitab nədir, dəftər nədir, bunu belə bilmir. Bəli, bu uşağı 8-ci sinifdə bacarsız biraz da tez hazıra qoya bilərsən. Bir də hazıra qoymaq məsələsi asılıdır sənin istəyindən, tələbindən. Sən o uşaqdan nə istəyirsən? 550, 600 bal istəyirsənsə, bəli, onu aşağı sinifdən təməlin yaxşı eləməlisən. Yəni 8-ci sinifdə ayılmamalısan ki, hə, bu uşaq hazıra başlamalı. Təməldən bəli, qəşəng gəlməlidir. Bu uşaq oxumağı öyrənməlidir. Dərs oxumalı demirəm, hələ oxumağı öyrənməlidir. Bu uşaqda vərdiş yaranmalıdır. Yəni sən evə ən az hekayə kitabları qoy, yəni ona serial izlədincə, telefon alıb verincə onu hekayə ilə tanış elə. Heç olmasa ona müəyyən bir gün ərzində ondan ünsiyyət qurmalısan, danışdırmalısan onu ki, bala bir bu gün olan, baş verən şeyləri bir ifadə elə, fikrini ifadə elə, danış. O danışdıqca onun dinləməsi, anlaması, hər bir oxu vərdişləri hamısı yavaş-yavaş inkişaf eləyəcək. Buna görə dediyim kimi 8-ci sinifdə hazırlığa qoya da bilərsiniz, qoymaya da bilərsiniz. Əgər vəziyyət ortadırsa, yəni ortadırsa və ortadan yuxarıdırsa ehtiyac yoxdur 8-dən. 9-dan hazıra qoyarsınız kifayət və 9 hazırlıq nə üçün lazımdır? Bu sənin 10-11-ci sinifdə hansı qrupu seçməyin üçün yaxşı bir əsas rolunu oynayır. Ona görə dediyim kimi orta səviyyə uşaq 9-dan, zəif və aşağı uşaqlar 8-dən və daha aşağı siniflərdən hazırlığa başlaya bilərlər. Ən azından heç olmasa bir fənni, 2 fənni başlasalar yaxşı olar. 9-cu sinifə qədər buraxılış fənləri mütləq hazırlaşmalıdırlar. Blok fənlərinə lap 10-dan 11-dən hazırlaşmaq olar. 8-ci siniflər bizim həm onlayn, həm də əyani dərslərimizə qoşula bilərlər. 9-cu siniflərlə eyni yerdə olurlar və həm mətn işləyəcəklər, həm də dil qaydalarına faydalana bilərlər. Davam edən qruplarımıza və yaxud sıfırdan başlayacaq mətn qrupumuza da qoşulma imkanınız var. Qoşulmaq üçün 055 597 01 51-ə yaza bilərsiniz. Bu arada səhifəni də takip eləməyi yaddan çıxarmayın. Hələlik, sağ olun.